5 gün əvvəl Sumqayıtda Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən 6 uşaqdan 5-nin müalicəsi davam etdirilir. Sumqayıt Tibb Mərkəzi və Respublika Pediatriya Mərkəzindən verilən məlumata görə dəqiqləşdirilməmiş virus meningoensefalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən digər 2 uşağın vəziyyəti isə orta ağırdır. Respublika Pediatriya Mərkəzinin nəzdindəki Qarayev adına uşaq klinik xəstəxanasında müalicəsi davam etdirilən və diaqnoz təyin edilən 1 nəfərin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir. Qeyd edək ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Sonradan aprelin 3-də onlardan biri 2 yaşlı qız uşağı dünyasını dəyişib.